Naturmotu. Necə qurdum? Bu video səni qabiliyyət imtahanına hazırlaşdırır. Hazırsan? Gəl başlayaq. Salam balaca rəssamlarım və rəssamlığa maraqlı olanlar. Bu günləri sizlərlə bu naturmotu işləyəcəyik və bu naturmotu həm quracağam, növ 3 dərslə planlayıram. Həm quracağam, həm ştrixləyəcəm, həm də bunu akvarel texnikasını necə işləmək lazımdır, onu öyrədəcəm. Yəni 3 naturmort, 3 fərqli formada izah olacaq. Bugünkü izahımız əlbəttə ki, naturmortun qurulması. Hər şey hazırsa, sən də vərəqini və digər lazımlı şeyləri götür. Məsələn, indi deyirsiniz, mənim bu çubuq nədir əlinizdə tutmuşam? Uşaqlar, bu ölçü məsələlərində sizə kömək edə bilər. Amma mən ənənəvi üsula hər dəfə özümə rahat olsun deyə və həmişə də tələbələrimə də bunu tövsiyə etdiyimə görə karandaşla ölçməyə yaxşısı. Uzun karandaş götür. Əlini, məsələn, ölçəndə necə ölçürsünüz? Məsələn, qarşınıza baxırsınız, nə işləyəcəksinizsə. Qolunuzu tam açırsınız. Tam açdıqdan sonra indi həmişə eyni hündürlüyə qoyun. İndi baxırsınız da ən qısa olan hissə, ən dar olan hissə hansıdırsa, həmişə balacanı böyüyə nisbətini müqayisə etmək daha asan olur. Məsələn, tam bu formada edirsiniz və gözünüzü qıyırsınız bu formada. Məsələn, götürürsünüz hündürlüyü, sonra eyni götürürsünüz, qoyursunuz hündürlüyə, neçə dəfə eləşin. Bunu itirmirsiniz. Və bu prosesdə, yəni, narahat olmayın, gözünüz qırışmayacaq falan. Mənim tələbəmdir, mən nə qədər gözümü yumacağım falan deyib. Bunu bununla da eləyə bilərsiniz. Bəli, bəzi müəllimlər bunu da tövsiyə edir. Mən də tövsiyə edirəm. İstərsəz eləyə bilərsiniz, amma mən bunu tövsiyə edirəm. Bu daha yaxşıdır və bu qurmada HB-dən və B-dən də istifadə edə bilərsiniz. İndi sizə hansı daha asandırsa. Mən Steknik markası olan, baxın, buradan nətər görsənəcək. Gəlin keçək qurulmasına. Uşaqlar, ölçü prosesini mən biraz kompüterdən sizə göstərəcəm. Belə də sözlə deyəcəm. Deməli, bunun enini görürük. Və burada 2 dənə element var. Parçanda hesablasaq 3. Və burada ən kiçik hansıdır? Bu armuddur da. Armud gedir, nə gedir? Armud özü ən qabaqdadır. Elə deyilmi? Baxın, bunun oturacağı buradadırsa, bunun oturacağı da daha ön plandadır. Və bunun hündürlüyünü götürürəm, baxın. Götürürəm, saxladım bunu. Əlimi heç vaxt bükmürəm. Saxladım belə, baxın. Hündürlüyünü götürdüm. Və bu hündürlüyü itirmədən, baxın, qabın oturacağından 1, 2, 3. Yəni, mən bu armudu 3 dəfə üst-üstə qoysam, bu həmin qabın hündürlüyünü tapmış olaram. Hündürlüyünü tapdım. Eynini də, baxın, hündürlüyünə müqayisə edirəm. Baxın, bunun eyni bu qədərdir. Qab neçə dəfə olur? Bir dəfə, bir də yarım. Yəni, bir yarım. Aydındır uşaqlar. Çox sadə formada başa saldım. İndi vərəq üzərində bunu göstərəcəm və tam aydın başa düşəcəksiniz. Belə bir naturmortdur. Zaten videonun ilk mərhələsində necə ölçdüm onu göstərim və onu indi tətbiqini keçirik. Baxın, buradan da mənzərə. Okay. Balaca kiçik bir qurmasını eləmişəm ki, sizə də belə asan olsun. İndi burada biraz xaotik ola bilər. Amma gözünüzü qayanda dəqiq elementləri görəcəksiniz. İndi gəlin bunu quraq. Quranda uşaqlar həmişə nəyin üzərində otuzduracaqsınızsa, müstəvi nədirsə, onun yerini təqribi konkretləşdirmək lazım. Məsələn, mən deyirəm ki, buradan buraya kimidir məsələn. Deyirəm ki, bunun tam mərkəzində həmin bu armud nədirsə, heyva da deyəsən, hə, heyva və bu həmin cisim olacaq. Burada parçanın formaları çox qəşəngdir. Yəni parçanın ümumiyyətlə uşaqlar formasına baxın. Necə də gözəldir. Bir dəqiqə bunu da tünləşdirmiş üçün. Baxın bu gözəlliyə baxın. Bunu ştrixləmək bəh çox qəşəng olacaq. Aha. Və burada dediyimiz kimi 3 dənə heyva üst-üstə qoyanda bunun hündürlüyünü tapıram. İndi mən heyvanın təqribən buradan buraya kimi bir enini, baxın burada təqribi atıram ha. Burada hansı bir, buradakı vərəqin ölçüsünə əsasən mən indi bu A4 olmasın, A3 olsun. Biraz ölçüləri böyüdəcəm. Amma bir dənə qanun var ki, olan ölçünü heç vaxt real ölçünü olduğundan daha eni və ya böyük, uzun, ölçüsünü, sayzını böyütməyəcək qəti sürətdə. Mən deyirəm ki, mənim heyvan buradan buraya kimidir. Elə deyilmi? Bu qədərdirsə, mən nə dedim? İndi mən təqrib bilirəm ki, heyva bu qabdan daha ön plandadır və bu burada olacaq. Və bu qab da burada olacaq. İndi mən bunu götürürəm. 1. Bax, itirmədim ki, itirdim əslində, durun bir dəqiqə. 1, 2, 3. Eni nə qədərdir? Hündürlüyünün yarısı qədər. Yarısından biraz çox. Məsələn, eni buradan buraya kimidir. Baxın. Onda videoda
Həmin video lentdə də göstərmişəm, baxın. Buradan buraya kimi. Buradakı məsafə də buraya bərabər olmuş olur. Və indi bunu mən düz bucaqlıya alıram. Arılar döndü mənə. Və buradakı xəttlər olsun, formalar olsun. Siz əgər düzgün xətt çəkə bilmirsinizsə, biraz problem yaşaya bilərsiniz. Mən indi məsələn təqribi bilirəm hansı düz xəttdir, hansı səhvdir, hansı. Bunları təqribi artıq mən bilirəm. Mərkəz xətti də əlbəttə ki, eləməliyik uşaqlar. Mərkəz xəttini də elədik. Mərkəz xətti nəyə görə? Çünki biraz bu simmetrik bir qabdır. Çox da qulpu olsun da olacaq. Ümumi forması simmetrik gelir də. Bir də ağız hissəsi bərabər deyil. Amma ümumi simmetriya var. Ona görə də biz bu mərkəz xətti mütləq çəkməliyik. Sağı sola bir-birinə bərabərləşdirmək üçün. İndi uşaqlar, mən bilirəm ki, bu alt hissədə bir daralma baş verir. Qabın ümumiyyətlə boğaq hissəsi, daralma da buradan başlayır. Baxın, bunu biraz da qaldıra bilərəm. Və bunun ağız hissəsi də bu yanlardadır. Buradan. Baxın, buradan götürürəm o daralmanı. Buradan genişlənməyə başlayır. Burada üstü tam yapışır. Yəni, mən bu qabın altını nə olaraq görürəm? Yumrudur da bu. Baxın, belə. Yumru bir şeydir. Bax, buralar dəyməlidir. Yumru bir şeydir. Həmin bu. Baxın, belə atdım. Çox sadə. Siz onlar bir dəfə pozandan istifadə etdim. Ehtiyac var mı 1000 dəfə pozmaydan, özünü stresə salmaydan. Əlin, biləyin sərbəst olsun. Və uşaqlar, başlayıram qabını. Bax, bu formanı çəkdikdən sonra, baxın, bunun oturacağını çəkmək necə də mənə asan oldu, baxın. Əlbəttə ki, buradan çıxmama şərti ilə. Baxın, biləyimi necə. Baxın, karandaşı necə tutmuşam bu formada. Buradan da. Bunu həmişə düz eləyin. Buradan baxın, oturacaq eləyəndə belə yapar. Rahat. Buradan da hündürlüyə qaldırıram. Aha, burada əsas məsələ boyun hissəsidir. Bu qabın ümumiyyətlə buradan buraya kimi bir baş hissəsi var. Buradan görsənmədi. Buradan buraya kimi təqrib apardım. Və burada bir daralma baş verir. Və bu daralmada mən bunu eləyirəm. Elədim, sonra nə edirəm? Bununla birləşdirirəm. Buradan da bunu təkrarlayıram. Simmetriyanın olduğunu bildiyimə görə və qaldırıram. Və bu ağız hissəsindən fikir versəniz aşağıya doğru gedir uşaqlar. Buradan bir qalxır yuxarı, sonra aşağıya düşür. Buradan da bunun davamı. 2. İnansız 4 dəqiqədə mən bu prosesi tamamladım. Hələ ki, arada xəttlərinizi pozmamışam. Həmin bu heyvanın da ümumi formasını verirsən, harada biraz genişlənir, onu bilindirirsən. Təqribi biraz. Buradan da saplağı çıxır. Çox da xırdalığa getməyə ehtiyac yoxdur. Və həmin bu qulp hissəsi də, baxın, buraya görsənir. Bizə tərəfdir, baxın. Bizə tərəf olduğuna görə qaldırıram. Baxın, belə rahat formada. Və əgər siz məsələn, mən birbaşa elədim, sağ-solu bir-birinə bərabərləşdirə bilmirsinizsə, sən bilirsən ki, buranı düppələm düz eləmsən. Buranın ölçüsünü götürürsən, sağa bərabərləşdirsən ki, baxın, buradan buraya kimi olduğunu dəqiqləşdirsən. Məsələn, buranı ölçmüsən, aparsan bura qoyursan, dəqiq nöqtə ilə qoyursan ki, hə, həqiqətən eləmişəm. Və burada da parçadır. Baxın, parçanı 2 saat dəqiqləşdir. Ümumi formanı verin. Baxın, məsələn, buradan haradan qatlanır, buradan haraya aşağıya düşür, buradan bunun altından necə keçir, buradan necə bir qat yaranır. Ümumi onu verirsiniz və eskiz hazırdır. İndi mən bunu sərgiyə salıb son versiyasını sizə göstərirəm. Və suallarınızı, əgər müəyyən desəz ki, mənim tam başa düşmədim, mən bunu daha uzun bir videoda sizə bölüşərəm. İndi bunu səliqəyə salıb qayıdıram. Konuşalar, ümumi səliqəyə saldım və bu formada biraz da tonabiliyasınız üçün saladım ki, daha asan formada görə bilərsiniz. Baxın, bu formada çox da incitmədim işi. Çalışacağım ki, təzədən qurumasını çəkim, çünki biraz video gecə alındı deyə ürəyimcə çox da olmadı. İnşallah editləyəndə deyərəm ki, yox, ürəyimcə oldu. Amma biraz çəkmə prosesində gördüyünüz kimi hava qaraldı. Mən hələ videonu editləməliyim və sizə paylaşmalıyım. Evet, çatdırdıq, bacardıq. İnşallah davamlı formada eləyəcək. Hansı hissəsini başa düşmədiksə, kommentdə bildirməyi unutmayın. Bəli uşaqlar, video bu qədər idi. Amma hələ siz də işləyəcəksiniz. Etapçı olaraq
videoya baxıb sonradan təzədən baxmadan fotonu götürəcəksiniz. Zaten baxmadan nətər uşaqlar çəkilir. Nəysə uşaqlar ev yoxdur, baxa-baxa işləyin. Amma əsasda işləyən həqiqətən. Əgər sıfırdan siz qabiliyyət imtahanı hazırlaşmaq istəyirsinizsə, çox çalışmaq lazımdır. Bu yayı bilirəm, bir ay qalıb yayın bitməyəcək. Amma bir ayda böyük bir şeydir həqiqətən. Həqiqətən bir ayda böyük bir şeydir. Mən hətta elə vaxt olub ki, bir ayı mən tələbə hazırlaşdırmışam da. Yəni günlər insan özünə çox şey asılır. Bir sözlə digər videolarda görüşənədək hələlik özünə yaxşı bax.